Salam dəyərli izləyicilərimiz. Bu dəfəki səfərimiz qardaş Türkiyəyə, İstanbul şəhərinə idi. Biz İstanbulu transfer şəhəri kimi seçdik və burada bir gün qalmağa qərar verdik. İstanbul çox böyük şəhərdir və bir gün ərzində onu tam gəzmək demək olar ki, mümkün deyil. Fikrimcə, şəhəri rahat şəkildə kəşf etmək üçün ən azı bir həftə vaxt lazımdır. Biz adətən turlardan istifadə etmirik. Gedəcəyimiz yerləri əvvəlcədən özümüz planlaşdırırıq. Təyyarə biletlərini Azaldan rəsmi saytından aldıq. Gediş bileti bir nəfər üçün 190 manat, dönüş bileti isə 270 manat təşkil edirdi. 12 yaşa qədər uşaqlar üçün 30% endirim tətbiq olunur. 2 yaşa qədər uşaqlar isə ödənişsiz səyahət edə bilirlər. Qalacağımız oteli Booking vasitəsilə bron etdik. Otelimiz Göy məscidin yaxınlığında yerləşirdi. Bu da gəzməyi planlaşdırdığımız yerlərə çox rahat çatmağa imkan verirdi. Otaqda bir böyük çarpayı, bir uşaq çarpayısı və bir divan var idi. Mətbəx və hamam da otağın daxilində idi. Hava limanından otelə transfer xidmətindən istifadə etdik. Gediş-gəliş transferin ümumi qiyməti 200 manat idi. Bizi hava limanında qarşıladılar və təxminən 1 saatlıq yol qət etdik. Yol boyu maraqlı mənzərələr və xüsusilə çoxlu sayda məscid diqqətimizi çəkdi. Oteldə qeydiyyatdan keçib əşyalarımızı yerləşdirdikdən sonra şəhəri gəzməyə çıxdıq. Pulumuzu Çəmbərlitaş stansiyasının yaxınlığında valyuta dəyişmə məntəqəsində dəyişdik və daha sonra məşhur Sultanahmet köftəcisində nahar etdik. Açığı porsiyalar bir qədər kiçik idi və yeməyin dadı gözlədiyim qədər xoşuma gəlmədi. 2 şiş toyuq kababı və 3 porsiya düyü üçün təxminən 80 manat ödədik. Görmək istədiyimiz yerlər arasında ən maraqlısı Qalata gülləsi idi. Ora piyada getməyə qərar verdik. Yol boyu maraqlı restoranlar, kafelər və mağazalar gördük. Yolumuzun üzərində Misir bazarı yerləşirdi. Bu bazar İstanbulun ən qədim və ən məşhur bazarlarından biridir. Burada müxtəlif ədviyyatlar, şirniyyatlar, çaylar, qəhvələr və saysız hesabsız suvenirlər satılır. Bir müddət sonra Qalata körpüsünə çatdıq. Körpünün yaxınlığında yerləşən Eminönü meydanı olduqca canlı və rəngarəng idi. Burada sahil boyunca balıqçıları görmək mümkündür. Məşhur balıq əkmək sendviçləri də məhz burada satılır və yerli sakinlərə görə İstanbulun ən dadlı küçə yeməklərindən hesab olunur. Gülləyə gedən küçələr boyunca çoxlu suvenir mağazaları var idi. Mən də özüm üçün bir neçə xatirə hədiyyə saldım. Maraqlısı odur ki, hətta turistik ərazilərdə belə suvenirlərin qiymətləri çox baha deyildi. Kiçik suvenirləri təxminən 5-10 manat aralığında almaq mümkün idi. Qalata gülləsinə çatdıqdan sonra Galant kafedə dayanıb məşhur San Sebastian desertini dadmaq qərarına gəldik. Açığı, haqqında deyilənlər həqiqətən də doğruymuş. Desert çox dadlı idi və mütləq sınamağa dəyər. Daha sonra metro ilə Taksim meydanına yollandıq. Rüyalarda gördüğüm haydi söyle, uykusuz gecelerimi haydi söyle.
da İstanbulun simvollarından biri olan məşhur qırmızı nostalji tramvaya mindik. Çox maraqlı və özünə məxsus atmosferi var idi. Bilet qiyməti bir nəfər üçün 42 Türk lirəsi idi. Tramvay İstiqlal küçəsinin bir başından digər başına qədər hərəkət edir. Biraz dincəldikdən sonra axşam yenidən şəhərə çıxdıq. Gecə işıqları altında Sultan Əhməd və Ayasofya məscidləri xüsusilə möhtəşəm görünürdü. Şəhərin axşam ab-havası tam fərqli idi və ilk günümüzü çox gözəl təəssüratlarla başa vurduq. Növbəti videoda isə sizə səfərimizin davamını və getdiyimiz növbəti ölkəni göstərəcəyik. Videonu bəyəndinizsə, like etməyi, kanalımıza abunə olmağı və yeni videoları qaçırmamaq üçün bildirişləri açmağı unutmayın. Növbəti videolarda görüşənədək.